Salam sevgili dostlar. Bugünkü söhbətimiz bal arılarının iletişimidir. Bal arıları da bütün canlı və cansızlar kimi bir frekans yayır. Yəni əslində biz frekansdan ibarətik. Biz deyəndə kainat frekansdan ibarətdir. Kuantum fiziki bunu da bir daha sübut elədi ki, canlı və cansız hər nə varsa bir-birindən frekans halındadır. Frekans dalgaları qəbul edir və ötürür. Və eyni zamanda arılar da bir canlı heyvanat aləmi bildiyimiz kimi bizim əslində canlı və cansız dediyimizi canlı bildiklərimiz cansız ola bilər. Cansız olanlar da canlı ola bilər. O bizim gördüyümüz və düşündüyümüz formada canlı ya da cansızdır. Amma əslində elə olmaya da bilər. Əslində elə deyil. Sadəcə bizim görmədiyimiz o qədər bir şeylər var ki, yəni hər baxmaq görmək deyil, hər eşitmək, hər duymaq, anlamaq, başa düşmək deyil. Burada sadəcə onu demək istəyirəm ki, arıların dili, iletişimi, arılar bir frekans dalgaları ötürməklə bir-birlərini başa düşürlər və bir-birlərini izləyirlər. Hətta bir-birlərinin hansı işi necə yerinə yetirəcəklərini onlar üçün bir yol xəritəsi hesab edilir. Və burada slaytda göründüyü kimi arılar dairəvi hərəkət etməklə, pətək üzərində dairəvi hərəkət etməklə, daha doğrusu dairəvi rəqs etməklə və saat əqrəbi istiqamətində və saat əqrəbi əksinə dairəvi rəqs etməklə və eyni zamanda bir dairəvi saat əqrəbi istiqamətində, bir dairəvi hərəkət saat əqrəbinin əksinə hərəkət etməklə öz frekans dalgalarını işçi arılara çatdırırlar və işçi arılar çöldəki bəsin qaynağını, çöldəki nektar poleni harda olduğunu müəyyən edir. O aldığı dalgalar vasitəsilə qəbul edir. Və eyni zamanda arıların daha bir rəqsi hərəkəti var ki, o rəqs fırlanma rəqs etdiyi zaman həm də quyruq rəqsləri, quyruqlarını tərpədirlər və bu quyruqlarını tərpətməyin özü də başqa bir frekans dalğası yaymaqdadır. Və bu arılar əsas kəşfiyyatçı arılar hesab edilir. Kəşfiyyatçı arılar yeşik xarici hansısa bir məsafədə 3 kilometr, 5 kilometr məsafədə bir çiçəyin nektar, şirə olan, polen və nektar olan bir çiçək, hansı bir bitki olduğunu müəyyənləşdirir və geri qayıdır öz ailəsinə, öz yeşiyə, orada pətəyə qonaraq dairəvi rəqs etməklə frekans dalğası yayır və o işçi arılar onun ardınca və yaxud da o olmadan belə həmən istiqamətdə gedib həmən o bitkini həmən koordinatlarda tapmağı mümkündür. Və bu onun hesabına baş verir ki, arıların əvvəl demişdik, başların üzərində 5 parçalı gözü var. Və bu 5 parçalı gözün yuxarıdakı 3 parçası birbaşa günəşdən gələn işıqları almaq və günəşin harda olduğunu müəyyənləşdirmək üçün var o 3 göz. Və arılar yeşikdən çıxdığı zaman hər daim fikirləşirlər ki, günəş tam təpədədir, tam üstdə dayanıbdır. İstər sabah saatları olsun, istər günorta saatları olsun, artıq axşam arılar dönür. Çünki günəşdən həmən gözə işıq düşmür. Düşmədiyi üçün artıq onlar axşam saatlarına bilirlər ki, artıq öz yuvalarına qayıtmaq lazımdır. Və
o günəşin düşmə bucağına uyğun olaraq da həmən o bəhsini, həmən o bitkini yeşikdən və ya da arxanadan hansı məsafədə olduğunu müəyyənləşdirmək mümkündür.